Salam, ilk dərsimizdə xoş gördüm. Bugünkü mövzumuz роды и склонение имен существительных. Onu qeyd edim ki, bu rus dilinin danışıq qrammatikasında baza mövzu sayılır. Bu mövzunu başa düşsəz, inanın ki, digər mövzular hamısı sizə çox rahat gələcək. İndi isə başlayaq. В русском языке, rus dilində 3 cins var, 3 рода. Это мужской род, kişi cinsi, женский род, qadın cinsi, средний род, orta cins. Onu da əvvəlcədən sizə qeyd edim. Mən həmişə bunu bütün tələbələrimə, fərd tələbələrimə də qeyd edirəm ki, bəs terminləri rus dilində yadda saxlamaya da bilərsiniz. Yəni, əgər sizə çətindir mujskoy rod, jenskiy rod demək, siz onu Azərbaycan dilində də deyə bilərsiniz. Kişi cinsi, qadın cinsi, orta cins. Çünki siz abituriyent deyilsiniz, imtahan verməyəcəksiniz. Yəni, sizə terminləri bilmək məcburi deyil. Siz əsas şəkilləri bilməlisiniz. Çünki danışıqda ən çox istifadə olunan şəkillərdir. Deməli, biz rus dilində ismin cinsini necə təyin edirik? Zapomните, şəxsin cinsi ilə yox. Çünki bəzi insanlar düşünürlər ki, kişi cinsi o deməkdir ki, kişi cinsli şəxsdir, qadın cinsi qadın cinsli şəxsdir, orta cins də cansız isimlərdir. Xeyr. Biz rus dilində ismin cinsini sözün sonuncu hərfinə uyğun təyin edirik. Yəni, biz sözün sonuncu hərfinə baxırıq və həmin hərfə uyğun da biz artıq ismin cinsini təyin etmiş oluruq. Как мы определяем, что имя существительное мужского рода? Biz necə təyin edirik ki, isim rus dilində kişi cinsli isimdir? Deməli, sonu samitlə bitən bütün isimlər rus dilində kişi cinsinə aiddir. Fərqi yoxdur. Canlı, cansız. Samitlə bitən bütün isimlər kişi cinsinə aiddir. Və onu da qeyd edim ki, hansı hərflər ki, Azərbaycan dilində samit sayılırsa, eyni hərflər də rus dilində samitdir. Məsələn, r, l, m, n, t. Bunlar hamısı Azərbaycan dilində olduğu kimi rus dilində də samit hərflər sayılır. Давайте приведем пример. Gəlin indi bir misal çəkək. Məsələn, mağazin. Kişi cinsli isimdir. Necə təyin etdik? Çünki sonu n samiti ilə bitir. Dom, ev. Kişi cinsli isimdir, sonu m samiti ilə bitir. Telefon, kişi cinsli isimdir, n samiti ilə bitir. Brat, qardaş, kişi cinsli isimdir, sonu t samiti ilə bitir. Drug, dost, kişi cinsli isimdir, sonu g samiti ilə bitir. Samitlə bitən bütün isimlər kişi cinsinə aiddir. İndi isə keçək qadın cinsinə. Как мы определяем, что имя существительное женского рода? Biz necə təyin edirik ki, isim rus dilində qadın cinsli isimdir? Sonu a və ya şəkilləri ilə bitən bütün isimlər, həm canlı, həm cansız, hamısı qadın cinsinə aiddir. Например, kvartira, mənzil deməkdir. Qadın cinsli isimdir, çünki sonu a şəkilçisi ilə bitir. Sumka, çanta deməkdir. Qadın cinsli isimdir, sonu a şəkilçisi ilə bitir. Kurtka, qadın cinsli isimdir, a şəkilçisi ilə bitir. Sistra, bacı deməkdir, qadın cinsli isim də a şəkilçisi ilə bitir. Pesnya, mahnı deməkdir, qadın cinsli isim də ya şəkilçisi ilə bitir. İndi isə keçək orta cinsə. Sonu o və y şəkilləri ilə bitən bütün isimlər orta cinsə aiddir. Например, молоко, süd deməkdir, orta cinsli isim də o şəkilçisi ilə bitir. Платье, don deməkdir, orta cinsli isim də y şəkilçisi ilə bitir. Здоровье, sağlamlıq deməkdir. Orta cinsli isimdə y şəkilçisi ilə bitir. Лицо, üz deməkdir. Orta cinsli isimdə o şəkilçisi ilə bitir. İndi keçirik əsas məsələyə. Rus dilində ismin cinslərini bilmək niyə vacibdir? Biz niyə bilməliyik? Hansı isimlər kişi cinsinə aiddir, hansı qadın, hansı da orta? Onu da qeyd edim ki, rus dilində ismin cinsi eyni zamanda sözün kökü də sayılır. Mən sizə PDF formatda öyrənmək üçün sözlər göndərəcəm. Və siz sözləri öyrəndiyiniz zaman görəcəksiniz ki, bütün sözlər rus dilində ya samitlə bitir, ya a, ya şəkilləri ilə bitir, ya da o, y şəkilləri ilə bitir. Çünki ismin cinsi rus dilində eyni zamanda sözün kökü də sayılır. Bu, məsələn üçün süd. Sözün kökü moloko deməkdir. Bu, eyni zamanda həm sözün köküdür, həm də sözün kökü orta cinsdədir. Və yaxud kurtka. Sözün köküdür və eyni zamanda da qadın cinsli isim sayılır. Yəni, sözün kökü qadın cinsli isimdir. Zapomните, ismin cinsləri eyni zamanda sözün kökü də sayılır. Yəni, sözün kökü rus dilində başqa bir hərflə, başqa bir şəkilçi ilə bitə bilməz. Ya ancaq samitlə bitir, ya a, ya şəkilləri ilə bitir, ya da o, y şəkilləri ilə bitir. İndi keçirik əsas məsələyə. Biz rus dilində ismin cinslərini niyə bilməliyik? Deməli, necə ki, Azərbaycan dilində hallanma var, eyni rus dilində də hallanma var. Yəni, biz Azərbaycan dilində də isimləri hallandırırıq da, bizdə Azərbaycan dilində də şəkilçilər var. Adlıq, yəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq hallar. Eyni rus dilində də 6 hal var. 6 падежей. İminin
İменительный падеж adlı hal, родительный падеж yelik hal, дательный yönlük, винительный təsirlik, tvarительный yerlik, предложный çıxışlıq. Yenə qeyd edirəm. Terminlər rus dilində öyrənməyə də bilərsiniz. Əgər sizə çətindirsə, imenительный падеж yox, adlı hal deyin. Родительный падеж yox, yelik hal deyin. Bu önəmli deyil. Siz əsas fikrinizi fokuslandırmalısınız şəkilçilərdə, terminləri əzbərləməkdə yox. Azərbaycan dilində də biz isimləri hallandırırıq, rus dilində isimləri hallandırırıq. Amma aralarında bir fərq var. Və fərq də ondadır ki, bizdə Azərbaycan dilində cins adlı bir понятие, cins adlı bir anlam yoxdur. Yəni bizdə Azərbaycan dilində yoxdur kiçik cins, qadın cins, orta cins. Biz Azərbaycan dilində bütün isimləri demək olar ki, eyni standart formada, eyni şəkillərlə hallandırırıq. Ev, evin, evə, evi, evdə, evdən. Dost, dostun, dosta, dostu, dosta, dostdan. Məsələn üçün çanta, çantanın, çantaya, çantanın, çantada, çantada. Gördünüz, demək olar ki, hamısı eyni formada, eyni şəkillərlə hallandı. Amma siz rus dilində bütün isimləri eyni formada, eyni şəkillərlə hallandıra bilmərsiniz. Və iki eyni mənalı söz götürək. Biri olsun dom, biri də olsun kvartira. Dom evdir, kvartira mənzildir. Amma bu siz necədir? Mənalarının tam dərinliyinə getsək, dom ev, kvartira mənzil. Amma ümumilikdə götürsək, ikisi də yenə də ev mənasına gəlir çıxır da, düzdür? Yəni mənaları 99% eynidir. Amma baxmayaraq ki, bunlar iki eyni mənalı sözdür, hallanan zaman tamamilə fərqli şəkillərlə hallanacaqlar. Niyə? Çünki rus dilində isimlər cinslərə görə hallanır. Siz rus dilində isimləri eyni formada, eyni şəkillərlə qətiyyən hallandıra bilmərsiniz. Rus dilində isimlər məhz bax bu üç cinsə görə hallanır. Rus dilində hər cinsin özünə məxsus hallanması, hallanan zaman qəbul etdiyi öz şəkilləri var. Kişi cins isimlərin öz hallanması var. Qadın cins isimlərin öz hallanması var. Orta cins isimlərin də öz ayrıca hallanması var. Yəni bu dom и kvartira, düzdür? İki eyni mənalı sözdür. Amma onlar hallanan zaman tamamilə fərqli formada hallanacaq. Niyə? Çünki dom sonu m samiti ilə bitən kişi cinsli isimdir. Kvartira isə sonu a şəkilçisi ilə bitən qadın cinsli isimdir. Məhz bax bu da tələbələrdə çətinlik yaradır. Deyirlər ki, nə oldu? Rus dilində o qədər şəkilçi var. Bu söz bu formada hallanır, bu söz ayrı cür hallanır. Əslində elə də çətin deyil. Bax, kişi cinsli isimlər hansı isimlərdir? Samitlə bitən isimlərdir. Bax, bütün samitlə bitən isimlər eyni formada hallanacaq, eyni şəkillərdir. Qadın cinsi isimlər hansı isimlərdir? A və ya şəkillərlə bitən isimlər, düzdür? Bax, onlar tam ayrı bir formada hallanacaqlar. Yəni, siz düşünürsünüz ki, siz hər sözü başqa cür hallandırmalısınız. Xeyr, bunun bir tablitsası var. Və siz həmin o tablitsanı əzbərləməlisiniz, öyrənməlisiniz. Daha sonra isə biz sizlə keçəcək həmin şəkillərin bir-bir cümlələrdə tətbiq olunma qaydasına. İndi isə keçək bu isimlərin hallanmasına. Склонение имен существительных мужского рода. Kişi cinsli isimlərin hallanması. Bayaq da qeyd etdiyim kimi, в русском языке есть 6 падежей. 6 hal var. Это именительный падеж, adlı hal, родительный yelik, дательный yönlük, винительный təsirlik, tvarительный yerlik, предложный çıxışlıq. Və indi izah edəcəyim şəkillər ancaq kişi cinsli isimlərə məxsusdur. Yəni, ancaq kişi cinsli isimlər hallanan zaman, bax, burada qeyd elədiyim şəkilləri qəbul edə bilər. Deməli, именительный падеж adlı hal bu sözün köküdür. Və mən sizə bayaq da qeyd elədim ki, ismin cinsləri sözün kökü sayılır. Və biz də indi hal-hazırda sizlə kişi cinsli isimlərin hallanmasını keçdiyimiz üçün ona görə именительный падеж adlı hal sonu samitlə bitən sözün kökü. Yəni kişi cinsli isimlər hansı isimlərdir? Samitlə bitən isimlərdir də. Adlı halda da samitlə bitən sözün kökü olacaq. Telefon, dom, друг, вопрос, номер, брат и так далее. В родительном падеже yelik halda bütün kişi cinsli isimlər A şəkilçisini qəbul edir. Например, если дом, то в родительном падеже будет дома, друг друга, вопрос вопроса, телефон telefona. Və onu da qeyd edim ki, bu sualına çox tez-tez qarşılaşıram. Tələbələr düşünürlər ki, məsələn üçün də dom, yelik halda doma olduğu zaman bu artıq qadın cinsli ismə keçmiş olur. Zapomните, rus dilində ismin cinsini dəyişmək olmaz. Yəni siz kişi cinsli ismi qadın cinsinə və yaxud orta cinsə keçirdə bilmərsiniz. Bir ismin ancaq bir cinsi ola bilər. Əgər sözün kökündə o kişi cinsli isimsə, o ancaq kişi cinsində işlənə bilər. Qadın və yaxud orta cinsə keçə bilməz. Və yaxud əgər sözün kökündə qadın cinsi isimsə, o ancaq qadın cinsində işlənə bilər. То, что dom yelik halda dəyişir olur doma, bu sadəcə olaraq kişi cinsli isimlərin yelik halda qəbul etdiyi şəkilçidir. Вот и все. Дательный падеж yönlük hal. Yönlük halda bütün kişi cinsli isimlər u şəkilçisini qəbul edir. Dom, domu, doktor, doktoru, magazin, magazinu, salon, salonu, telefon, telefonu. Винительный падеж təsirlik hal.
O təsirli halda biz kişi cinsi isimləri işlətdiyimiz zaman mütləq ismin canlı və cansız olduğuna fikir verməliyik. Например, пусть это будет telefon и doktor. İkisi də kişi cinsi isimdir, ikisi də samitlə bitir. Amma telefon cansızdır, doktor isə həkim deməkdir. Bu canlı kişi cinsi isimdir. Cansız kişi cinsi isimləri təsirli halda heç bir şəkilçi qəbul etmir, hələ olduğu kimi öz kökündə qalır. Yəni telefon olaraq qalır təsirli halda. Amma doktor canlı kişi cinsi isim olduğu üçün təsirli halda artıq A şəkilçisini qəbul edir və olur doktora. Yəni cansız kişi cinsi isimlər təsirli halda olduğu kimi öz kökündə qalır, canlılar isə təsirli halda A şəkilçisini qəbul edir. Tvarительный падеж yerli hal. Yerli halda bütün kişi cinsi isimlər om şəkilçisini qəbul edir və çox vaxt tələffüzdə ım səsini verir. Yəni məsələn, domom yazırıq, amma domum oxuyuruq. Telefonom yazırıq, telefonom oxuyuruq. Drugom yazırıq, drugom oxuyuruq. Bratom yazırıq, bratom oxuyuruq. Предложный падеж çıxışlı hal. Çıxışlı halda bütün kişi cinsi isimlər Y şəkilçisini qəbul edir. Mağazin çıxışlı halda olacaq mağazini, salon, saloni, dom, domi, telefon, telefoni и так далее. İndi gəlin bir kişi cinsi isim götürək və onu bir yerdə sizlə hallandıraq. Например, пусть это будет брат. Слово брат. Брат в родительном падеже будет братом, в дательном падеже брату, в винительном падеже canlı olduğu üçün братом, в tvarительном падеже братом и в предложном падеже будет братья. İndi əminəm ki, bir çoxunuz beyninizdə bunları Azərbaycan dilinə tərcümə edirsiniz. Brat, qardaş, brata, qardaşın, bratu, qardaşa, brata, qardaşı, bratım, qardaşda, brati, qardaşdan. Əminəm ki, bir çoxunuz bax bu şəkildə Azərbaycan dilinə tərcümə elədiniz. Amma bu metodu biz yığışdırırıq və qoyuruq bir kənara, çünki bu çox yanlış bir metoddur. Yəni siz bu şəkildə rus dilini öyrənməyə çalışsanız, mən sizə garantiya verirəm ki, siz öyrənə bilməyəcəksiniz. Əksinə, hamısı beyninizdə qarışacaq bir-birinə. İlk növbədə mən sizə rus dilini öyrənməyin, rus dilində bu şəkilləri düzgün, rahat şəkildə tətbiq etməyin, rus dilində fikirləşməyin ən asan yolunu sizə öyrədirəm. Qətiyyən Azərbaycan dilindən rus dilinə hərfi-hərfinə tərcümə etməyin. Ən birincisi, yadda saxlayın ki, Azərbaycan tərcüməsi rus dilinin tərcüməsinə, Azərbaycan dilinin qrammatikası rus dilinin qrammatikasına uymur. Yəqin ki, bir 10 il olar ki, mən artıq rus dili müəlliməsi kimi fəaliyyət göstərirəm və o qədər fərdi tələbələrim, stadiyan tələbələrim olub və sizə əminliklə deyə bilərəm, hansı tələbələr nəticə əldə etmir. Həmin o tələbələr ki, hansı ki, daimi Azərbaycan dilini rus dili ilə müqayisə edir. Niyə Azərbaycan dilində belə oldu, rus dilində belə olmadı? Axı Azərbaycan dilində biz bu formada işlədirik, niyə rus dilində bu formada işlətmirik? Siz bir şeyi beyninizdə dərk eləməlisiniz ki, siz Azərbaycan dilini yox, rus dilini öyrənirsiniz. Bunlar tamamilə fərqli dillərdir. Və ən sadə boru dildə deyirəm də sizə. Azərbaycan dilinin qrammatikasını Azərbaycanlı yazıb, rus dilinin qrammatikası da rus yazıb. Yəni bunların necə oxşar bir qrammatikaları, necə oxşar bir qaydaları ola bilər? Bu qaydaları, bu qrammatikanı tamamilə fərqli insanlar yazıb. Tamamilə fərqli düşüncədə olan bir insanlar yazıb. Və sizə adi bir misal çəkim də indi. Deyirsiniz ki, məsələn üçün brata qardaşın deməkdir, bratu qardaşa deməkdir, düzdür? Yəni Azərbaycan dilini hərfi-hərfinə tərcümə edəndə bu şəkildə tərcümə olunur. İndi mən sizə bir qayda deyəcəm. Biz hələ bundan ətraflı şəkildə keçəcəyik. Prosta siz başa düşəsiniz deyə mən indi bunu misal kimi çəkirəm. Və siz demək istəyirsiniz ki, qardaşımın 30 yaşı var da, düzdür? Siz indi hərfi-hərfinə tərcümə etsəz, deyəcəksiniz ki, qardaşımın bizdə Azərbaycan dilini yəlik halda işlənir. Çünki kimin bizdə Azərbaycan yəlik halının sualı olduğu üçün, ona görə biz məsəl üçün yaşı deyəndə həmin şəxsi, həmin insanı biz işlədirik yəlik halda. Məsəl üçün qardaşımın 30 yaşı var. İndi deyəcəksiniz ki, aha, Azərbaycan dilini yəlik halda işlənirsə, deməli rus dili də yəlik halda işlənməlidir. Olmalıdır brata. Mən çox eşitmişəm. Adi sizə heç qardaş sözü yoxdur. Amma məsəl üçün mənim 30 yaşım var. Bəlkə siz indi hələ özünüzdə deyəcəksiniz ki, aha, у меня есть 30 лет. Çünki mən bunu bazalı tələbədən də, bazasız tələbədən də o qədər eşitmişəm. У меня есть 30 лет. Niyə elə tərcümə edirlər? Hərfi-hərfinə. Mənim var, у меня есть deməkdir. Ona görə mənim 30 yaşım var da, olmalıdır у меня есть 30 лет. Və yaxud qardaş sözünü hələ götürək. У брата есть 30 лет. Görürsünüz, hərfi-hərfinə tərcümə edirsiniz də, правильно? Amma mən indi sizə desəm ki, burada biz brat sözünü yəlik halda yox, yönlik halda işlədəcəyik və olacaq bratu qoşma işlətmirik, heç есть feilindən də istifadə etmirik. Prosta bratу 30 лет. Deyəcəksiniz, necə ola bilər axı elə?
Bratu bu qardaşa deməkdir Azərbaycan dilində. Qardaşa 30 yaş var. Bəs məsələ də hələ ondadır ki, o Azərbaycan dilində o elədir. Azərbaycan dilində bəli, yönlük halda bu qardaşa deməkdir. Amma siz rus dilinin qrammatikasını öyrənirsinizsə, ruslar öz qrammatikasını Azərbaycan dilinin qrammatikasından götürüb yazmayıblar ki. Onlar indi sizə bu qaydanı deyirəm. Onlar düşünüblər ki, rus dilində kiminsə yaşını deyəndə və yaxud kiminsə yaşını soruşanda həmin o şəxsi biz yəlik halda yox, yönlük halda işlətməliyik. Yəni onlar kiminsə yaşını deyəndə həmin o ismi yəlik halda yox, yönlük halda işlədirlər və siz onu Azərbaycan dilinə tərcümə etməməlisiniz. Bəli, siz onu hərfi-hərfinə Azərbaycan dilinə tərcümə edəndə onun tərcüməsi olur qardaşa, bacıya. Amma siz niyə onu axı hərfi-hərfinə tərcümə edirsiniz? Siz əgər rus dilində danışmaq istəyirsinizsə, fikirləşmədən danışmaq istəyirsinizsə, siz fokuslanmalısınız rus dilinin qrammatikasına. Məsəl üçün, mən sizə qayda deyirəm ki, baxın, biz rus dilində kiminsə yaşını deyəndə, kiminsə yaşını soruşanda, həmin o kimin sualına cavab verən şəxsi, insanı biz işlədirik yönlük halda dательный падежda. Всё. Və siz rus dilində kiminsə yaşını demək istəsəz, məsəl üçün, qardaşımın 30 yaşı var, dostumun 30 yaşı var, atamın, bacımın, nə bilim, nənəmin filan. Siz onların hamısını işlədirsiniz yönlük halda və Azərbaycan dilinə də tərcümə etmirsiniz. Azərbaycan dilində bu necə olacaq, bunun tərcüməsi necə olacaq? Bu sizə lazım deyil. Siz rus dilinin qrammatikasını öyrənirsiniz. Sizə niyə rus dilindən Azərbaycan dilinə hərfi-hərfinə tərcümə lazımdır? O da biz nə demək? Siz Azərbaycan dilini tamamilə qoyursunuz bir yana. Yoxdur Azərbaycan dili. Siz fokuslanırsınız ancaq rus dilində. Mən sizə sırf rus dilinin danışığında tətbiq olunan qaydaları izah edəcəm. Baxın, rus dilində bu qaydaya uyğun biz bu halın şəkilçisindən istifadə edirik. И всё. Rus dilində bu suala cavab verən isimləri biz işlədirik bu halda. И всё. Siz Azərbaycan dilində fikirləşmirsiniz. Çünki siz əgər Azərbaycan dilində fikirləşsəz, inanın ki, siz hələ Azərbaycan dilində fikirləşə-fikirləşə də davam edəcəksiniz. Öyrənə bilməyəcəksiniz rus dilini. Ümid edirəm ki, fikirlərimi sizə çatdıra bildim. Nəsə suallarınız yaransa, chat qrupumuz 7/24 açıq olur. Orada bütün suallarınızı ünvanlaya bilərsiniz. İndi isə keçirik qadın cinsi isimlərin hallanmasına. Склонение имен существительного женского рода. Qadın cinsi isimlərin hallanması. Ümumiyyətlə, kişi cinsi isimlərin hallanmasının qadın cinsi isimlərin hallanmasından fərqi ondadır ki, biz kişi cinsi isimləri hallandırdığımız zaman, yəqin ki, özünüz də fikir verdiniz, ismin sonuna şəkilçi artırır. Məsələn üçün, dom sözünü hallandırdığımız zaman yəlik halda sözün sonuna a şəkilçisini artırdı, oldu doma. Yönlük halda u şəkilçisini artırdı, oldu domu. Amma qadın cinsi isimləri hallandırdığımız zaman biz sözün sonuna heç bir şəkilçi artırmırıq. Biz əksinə orada şəkilçini başqa şəkilçilərlə əvəz edirik. Məsələn üçün, sona a şəkilçisi ilə bitən bir qadın cinsi isim götürək, rabota. Siz indi rabota sözünü hallandırmaq istəsəz, artıq rabota sözünün sonuna şəkilçi artırmayacaqsınız. Orada əksinə şəkilçini başqa şəkilçilərlə əvəz edəcəksiniz. Məsələn üçün, rabota sözünü yəlik halda işlətmək istəsəm, mən a şəkilçisini dəyişəcəm i şəkilçisinə. Olacaq raboты. Yönlük halda işlətmək istəsəm, dəyişəcəm y şəkilçisinə. Olacaq rabote. Təsirlik halda işlətmək istəsəm, dəyişəcəm u şəkilçisinə, olacaq rabotu. Və onu da qeyd edim ki, biz kişi cinsi isimləri təsirlik halda işlətdiyimiz zaman ismin canlı və cansız olduğuna fikir veririk. Amma qadın cinsi isimlərdə bu problem yoxdur. İstər canlı, istər cansız qadın cinsi isim olsun, hamısı təsirlik halda o şəkilçisini qəbul edir. В творительном падеже yerlik halda a şəkilçisini dəyişirik o şəkilçisinə. Работой. Çıxışlıq halda isə dəyişirik y şəkilçisinə, olur работе. Və bu sonu a şəkilçisi ilə bitən qadın cinsi isimlərin hallanmasıdır. Например, возьмем слово сестра. В родительном падеже будет сестры. В дательном падеже сестре. В винительном падеже сестру. В творительном падеже сестрой. И в предложном падеже будет сестре. Çox asandır. Siz indi deyəcəksiniz ki, bəs şəkilçiləri necə yadda saxlayacağam, necə öyrənəcəm? Baxın, sizə bu şəkilçilərin hamısını bir dəfə öyrənməyə ehtiyac yoxdur. Siz əsas odur ki, məntiqi başa düşəsiniz ki, rus dilində isimlər cinslərə görə hallanır, hər cinsin öz hallanması var. Amma biz sizlə bu şəkilçiləri tək-tək analiz edəcəyik. Yəni, nə vaxt yəlik halın şəkilçisini istifadə etməliyik, hansı qaydaya uyğun, nə vaxt yönlük halın şəkilçisini istifadə etməliyik, təsirlik halın şəkilçisi. Yəni, biz bu şəkilçilərin hamısını sizlə bir dəfəyə keçməyəcəyik.
Biz bütün bu çəkişləri tək-tək, bir-bir mən sizlə analiz edəcəm, izah edəcəm. Harda, hansı qaydaya uyğun, hansı şəkilçini istifadə etmək lazımdır. Sadəcə olaraq sizdən indi mənim istəyim odur ki, siz bu məntiqi başa düşəsiniz. İşte rus dilində 3 cins var. Niyə bu 3 cins var? Niyə biz bunları bilməliyik? İşte rus dilində isimlər cinslərə görə hallanır, necə hallanır? Davamı isə mənlikdir. Əmin olun ki, siz bütün bu sistemi başa düşsəz, daha sonra tətbiq eləməyi bacarsaz, inanın ki, çəkişlər sizdə heç bir çətinlik yaratmayacaq. Əksinə, o çəkişlər hamısı bir-bir tək-tək beyninizdə oturacaq və inanın ki, praktika etdikcə, conversation dərslərə qoşulduqca, cümlələri tərcümə etdikcə, siz bir müddətdən sonra görəcəksiniz ki, artıq həm sərbəst cümlə qura bilirsiniz. Sərbəst cümlə qura biləndən də sonra inanın ki, danışığa keçmək daha asan olur. Artıq siz danışığa keçəndə 60, 70, bəlkə də 80% fikirlərinizi ifadə edə biləcəksiniz. Və bəli, inanın ki, 3 aya və 4 aya siz bu nəticəni mütləq əldə edəcəksiniz. 3-cü aydan artıq danışmağa başlayacaqsınız. 4-cü ayda da artıq görəcəksiniz ki, danışırsınız sərbəst şəkildə. Mən bunu görmüşəm. Öz fərdi tələbələrimdən də, öz self-study kursumu əldə edən tələbələrimdən də. Hələ əvvəlki self-study köhnə formatdaydı. Bu isə tam yenilənmiş bir formatdır. Yəni burada artıq tam başqa yeni mövzular da olacaq. Yəni siz bu kursu əldə edib hansısa ifadələr, hansısa sözlər yox. Siz hər mövzuda tam rahat şəkildə rus dilində fikirlərinizi ifadə edə biləcəksiniz. İndi isə keçək sonu ya şəkilçisi ilə bitən qadın cinsi isimlərinin hallanmasına. Əslində sonu A və ya şəkilçiləri ilə bitən qadın cinsi isimlər eyni formada hallanır. Sadəcə birində biz qalın şəkilçilərdən, qalın saitlərdən istifadə edirik. Burada isə biz incə şəkilçilərdən istifadə edirik. Niyə? Çünki A qalın sait olduğu üçün A şəkilçisi ilə bitən isimləri hallandırdığımız zaman biz artıq qalın şəkilçilərdən, yəni qalın saitlərdən istifadə edirik. Amma ya incə sait olduğu üçün ya şəkilçisi ilə bitən isimləri hallandırdığımız zaman biz incə saitlərdən istifadə edirik. Məsələn üçün, əgər A şəkilçisi ilə bitən qadın cinsi ismi yəlik halda işlətdiyimiz zaman biz A-nı dəyişirik I şəkilçisinə, ya şəkilçisi ilə bitən qadın cinsi isimləri hallandırdığımız zaman artıq ya şəkilçisini yəlik halda dəyişəcək I şəkilçisinə. Məsələn üçün, если работа yəlik halda olur работы, amma песня yəlik halda olacaq песни. Yönlük halda hər ikisində də Y şəkilçisi, работе, песне. Təsirlik halda A şəkilçisi ilə bitirsə olur U, ya şəkilçisi ilə bitirsə olur Ю. Работу, но песню. В творительном падеже yerlik halda A şəkilçisi ilə bitirsə olur O, ya ilə bitirsə olur Y. Работой, но песней. И в предложенном падеже çıxışlıq halda hər ikisində də Y-dir. Работе и песни. Bu qadın cinsi isimlərin hallanması idi. İndi isə keçək orta cinsi isimlərin hallanmasına. Склонение имен существительных среднего рода. Orta cinsi isimlərin hallanması. Amma hallamaya keçməmişdən öncə sonu O şəkilçisi ilə bitib tələffüzdə A səsini verən orta cinsi isimlərə fikrinizi yönəltmək istəyirəm. Baxın, mən indi soruşsam ki, слово hansı cinsli isimdir? Əminəm ki, 99% tələbə deyəcək ki, qadın cinsli isimdir. Место hansı cinsli isimdir? Deyəcəklər qadın cinsli isimdir və bu normaldır. Niyə? Çünki onlar orada A eşidirlər. Amma məsələ ondadır ki, biz rus dilində ismin cinsini yazılışdakı bitən hərfinə uyğun təyin edirik. Tələffüzdəki yox. Və bütün bu isimlər yazılışda O şəkilçisi ilə bitir. Слово, место, масло, золото, дерево, государство, министерство. Bunlar hamısı yazılışda O şəkilçisi ilə bitir, amma tələffüzdə A səsini verirlər. Niyə? Çünki ruslarda belə bir qayda var ki, O saiti vurğusu olduğu zaman, yəni fərqi yoxdur. Şəkilçidir, sözün əvvəlində gəlir, ortasında gəlir. O saiti vurğusu olduğu zaman tələffüzdə A səsini verir. Və bütün bu isimlərdə də O şəkilçisi vurğusuzdur. Məsələn üçün biz slovo yazırıq, amma vurğu görürsünüz birinci O-ya düşür. Axırıncı O, şəkilçi vurğusu olduğu üçün ona görə biz tələffüzdə deyirik slovo. Mesto yazırıq, amma mesto tələffüz edirik. Niyə? Çünki vurğu birinci hecəyə, yəni Y saitinə düşür. Maslo pişim, amma vurğu birinci hecə A saitinə düşdüyü üçün biz masla deyirik. Eyni qızıl sözündə zoloto yazırıq, amma vurğu birinci O saitinə düşür. Axırıncı O vurğusu olduğu üçün tələffüzdə A səsini verir. Zolota. Ağac, derevo yazırıq, amma vurğu birinci hecəyə düşdüyü üçün sonuncu O saiti, şəkilçi vurğusu olduğu üçün tələffüzdə A səsini verir. Və biz deyirik derevo.
Bu sözləri bilmək niyə vacibdir? Çünki siz bu sözləri qadın cinsli isim kimi götürsəz, tutaq ki, deyəcəksiniz ki, hə, slovo qadın cinsli isimdir. Siz onu qadın cinsli isim kimi hallandıracaqsınız. O qədər eşitmişəm ki, tələbələr deyirlər ki, bəs məsələn, mən bu sözü bilirəm. Я знаю эту слово. Slovu təsirlik halda götürüblər də. Qadın cinsli isimlər təsirlik halda, bilmirəm, yadınızda qaldı yoxsa yox. Qadın cinsli isimlər təsirlik halda u şəkilçisini qəbul edir. Məsələn ki, работа, работу olur da təsirlik halda. Slovo sözündə qadın cinsli isim bilib, onu təsirlik halda u şəkilçisilə işlədilər. Deyirlər ki, я знаю эту слову. Slovu deyirlər. Amma bu avtomatik səhvdir. Çünki bu isimlər qadın cinsinə yox, orta cinsə aiddir. Və orta cinsli isimlər də tamamilə fərqli formada hallanır. Yəni qadın cinsli isimlər kimi hallanmırlar. Bu sözləri əzbərləmək lazımdır. Mən bir müəyyən hissəsini yazmışam burada, qalan digər hissəsini isə chat qrupumuza göndərəcəm. İndi isə keçək orta cinsli isimlərin hallanan zaman qəbul etdiyi şəkillərə. Orta cinsli isimlərin hallanması. Orta cinsli isimlər eyni kişi cinsli isimlər kimi hallanır. Yəni kişi cinsli isimlər hallanan zaman hansı şəkilləri qəbul edirsə, orta cinsli isimlər hallanan zaman eyni şəkilləri qəbul edəcək. Deməli, iministli падej adlı hal, bu zaten sözün köküdür. Məsələn üçün kişi cinsli isimlərin kökü ayrıdır. Onlar samitlə bitir. Orta cinsli isimlər o və y şəkilləri ilə bitir. Deməli, sonu o şəkilçisi ilə bitən orta cinsli ismin kökü. Məsələn üçün молоко, лицо, гнездо, слово и так далее. В родительном падеже gəlik halda biz o şəkilçisini dəyişirik A şəkilçisinə. Burada şəkilçi artırmırıq da, kişi cinsli isimlərdəki kimi şəkilçini başqa şəkilçi ilə əvəz edirik. O şəkilçisini dəyişirik A şəkilçisinə. Məsəl üçün, slovo sözünü gəlik halda işlətmək istəsəz, olacaq slovo. İndi deyəcəksiniz ki, necə adlı halda da slovo, gəlik halda da slovo. Məsələ ondadır ki, adlı halda slovo yazılır, yəni sözün kökü o ilə bitir. Tələffüzdə prosta A səsini verir. Amma gəlik halda şəkilçinin özü A'dır. Yəni biz adlı halda slovo yazırıq, burada qeyd eləmişəm, slovo yazırıq. Amma gəlik halda görürsünüz, tamamilə fərqli şəkilçidir, A şəkilçisini qəbul edir. Amma tələffüzdə elə çıxır ki, adlı halda da slovodur, gəlik halda da slovodur. İndi gəlin başqa bir söz götürəm, məsəl üçün litso. Litso sözündə, görürsünüz, mən orada litsa demirəm da, orada vurğu hələ o sahitinə düşdüyü üçün, şəkilçinin özünə düşdüyü üçün hələ öz səsini verir, hələ litso. İndi mən bunu gəlik halda işlətmək istəsəm, amma burada açıq aydın görünür ki, orada o dəyişir A şəkilçisinə, tələffüzdə də. Litsa. Yəni burada siz artıq vurğuya və tələffüzə baxmalısınız. Yəni slovo da orta cinsli isimdir, litso da orta cinsli isimdir. Prosta slovo sözündə o saiti şəkilçi vurğusu olduğu üçün tələffüzdə A səsini verir, amma litso sözündə vurğu hələ o saitinə, şəkilçinin özünə düşdüyü üçün hələ öz səsini verir. Amma onlar ikisi də orta cinsli isimdir. Prosta birində biz A kimi tələffüz edirik, slovo, birində isə hələ özü kimi, litso. Amma hər ikisində biz hallandırdığımız zaman gəlik halda A şəkilçisini dəyişirik. Prosta slovoda bəlli olunmur bu, yəni bir dəyişiklik hiss olunmur da, əlavlıqda da slovo, gəlikdə də slovo, amma litsoda açıq aydın orada tələffüzdə hiss olunur ki, litso, gəlik halda dəyişik olur litsa. Yönlük halda, deməli, eyni kişi cinsli isimlərdəki kimi o şəkilçisini dəyişirik, u şəkilçisini, məsəl üçün slovo, litso, молоко и так далее. Təsirlik halda orta cinsli isimlər ancaq cansız olduğu üçün həmişə öz kökündə qalır. Məsəl üçün biz kişi cinsli isimləri təsirlik halda işlətdiyimiz zaman canlı və cansız olduğuna fikir verdik. Çünki kişi cinsli isimlərin arasında həm canlı, həm cansız isimlər olur. Amma orta cinsli isimlər ancaq cansız olduğu üçün həmişə öz kökündə qalır. Məsəl üçün slovo hələ təsirlik halda olduğu kimi slovo olaraq qalır. Litso hələ təsirlik halda olduğu kimi litso olaraq qalır. Молоко, там место и так далее. В творительном падеже girdik halda dəyişirik ом şəkilçisinə. Məsələn üçün лицом, молоком, словом. И в предложенном падеже çıxışlıq halda dəyişirik y şəkilçisinə. Месте, слове, там лице, молоке и так далее. Ümumiyyətlə çıxışlıq hal, deyərdim ki, bütün halların arasında ən asan haldır. Çünki bütün cinsli isimlərdir. Kişi, qadın, orta fərqi yoxdur. Hamısı çıxışlıq halda y şəkilçisini qəbul edir. Və burada həm kişi cinsli ismi, həm də orta cinsli ismi də yan-yana hallandırmışam ki, yəni açıq aydın görəsiz ki, eyni şəkilləri qəbul edirlər. Məsələn üçün gəlik halda slovo, telefona, slovo, telefonu. Təsirlik halda hər ikisi də olduğu kimi öz kökündə qalır. Slovo zaten həmişə təsirlik halda öz kökündə qalır. Telefon da cansız olduğu üçün ona görə olduğu kimi öz kökündə qalır. Heç bir şəkilçi qəbul etmir. Yerlik halda slovom, telefonum, çıxışlıq halda da slovi i telefonni. İndi isə keçək sonu y şəkilçisi ilə bitən orta cinsli isimlərin hallanmasına, amma orada da eyni qadın cinsli isimlərdəki kimidir. Yəni eyni sonu o şəkilçisi ilə bitən qadın cinsli isimlər kimi hallanacaq. Prosta orada
incə saitlərdən, incə şəkillərdən istifadə edəcək. Çünki o qalın saitdir, Y isə incə saitdir. Amma gəlin onu da yazım ki, siz ətraflı şəkildə öz gözünüzlə görəsiniz, eləcə daha yaxşı yadınızda qalacaq və mütləq də bir dəftər və ya bloknot götürürsüz və bunların hamısını özünüz üçün qeyd edirsiniz. Sonu Y şəkilçisi ilə bitən orta cins ismin hallanması. Eyni o şəkilçisi ilə bitən isimlər kimi hallanır. Prosta burada qalın şəkilçilərdən istifadə edirik, burada incə şəkilçilərdən istifadə edirik. Məsələn üçün, O-dursa, onun incə parası Y-dir. A-dırsa, onun incə parası Y-dir. U-yu burada həmişə öz kökündə qalır. O-m, Y-m, şuşluq halda da həmişə Y şəkilçisini qəbul edir. Məsələn üçün, Moria. Будет. Moria, mora demirik də. Çünki Y ilə bitdiyi üçün siz bunlar incə sait olduğu üçün avtomatik ki, önündə gələn samiti də incələşdirirlər tələffüzdə. Məsələn üçün, more yox. Moria, moria, морю, море, море и море. Вот и все. Bu bizim bugünkü baza mövzumuzuydu. Ümid edirəm ki, bu mövzu hər birinizə aydın oldu. Əgər nəsə sizə aydın olmadısa, nəsə belə qaranlıq qaldısa, chat qrupumuz, yenə qeyd edirəm, 7/24 açılıb. Bütün suallarınızı orada rahat şəkildə ünvanlaya bilərsiniz və əmin olun ki, bütün suallarınız cavablanacaq. Bugünlük isə bu qədər. İkinci növbəti dərsimizdə görüşənədək sağ olun.